Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Bugün sizinlə demək dördbucaqlar, yəni parallelogram mövzusunda 22-ci sualın izahına baxacağım. Deməli, toplu 2025-ci ilin toplusundan. 22-ci sualda bizə deyir ki, ABM üçbucağının, yəni bu kiçik üçbucağın perimetri 16 olarsa və burada başqa bir şey də verib bizə EMAC MCA-ya bərabərdir. Yəni bu üçbucaq, AMC üçbucağı bərabər yanlı üçbucaqdır. Demək, ora 16 olarsa bizdən soruşur, nədir? Paralelogramın perimetrini. Bu bucaqlar bərabər olduğundan bu üçbucaq bərabər yanlı üçbucaq olur. Yəni biz belə deyək də, bərabər yanlı üçbucaq olduğundan mən bu tərəfə x desəm, onda AM də x olur. Buranı bir y işarə eləsəm, AD tərəfinin uzunluğu x plus y olur. AB tərəfinin uzunluğunu bir z ilə işarə eləsək və bu AMB-nin perimetri 16-dır sözündən istifadə eləsək, biz yaza bilərik ki, x plus y plus z bərabərdir 16 və bu bizdən nəyi soruşur? Bizdən soruşur paralelogramın perimetrini. Paralelogramın perimetri düstura görə, yəni 2 vurulsun A plus B düsturuna görə yaza bilərik ki, 2 vurulsun A plus B düsturu. Yəni A'nın yerində burada x plus y durub, B'nin yerində z durub. Tamam, baxsaq onda yaza bilərik ki, x plus y plus z. Yəni bu da x plus y plus z cəmi 16 olduğu öncədən bizə bəllidir. Olur burada 2 vuraq 16 bərabərdir 32 olacaq. Yəni paralelogramın perimetri 32 olur. Videonu diqqətlə izlədiyiniz üçün təşəkkür edirəm.